Kəlbəcərdə ilk fəaliyyətə başlayan təhsil müəssisəsinin rəhbəri, idarəedici kimi özümü çox şanslı hesab eləyirəm ki, həm bugün Kəlbəcərdə yaşayıram, həm də Kəlbəcərin işğaldan azad olunmasının 5-ci ildönümündə burada olmaq, belə bir möhtəşəm görüntüyə şahid olmaq mənim həyatımın ən gözəl səhifələrindən birinə çevriləcək, ən gözəl günlərindən birinə çevriləcək və yaddaşımda qalacaq. Mən 3 yaşımda buradan çıxmışam. Müəllim olaraq qayıtdım. Çox gözəl bir hissdir ki, mən doğma vətənimdə müəllimə olaraq çalışıram. 3 yaşlı bir uşaq olaraq, yəni çıxanda heç bir təəssüratım yox idi buradan. Valideynlərim sayəsində mən buranı sevmişəm. Onlar mənə buranı doğma yurd olaraq sevdirdilər. Atam 1-ci Qarabağ veteranıdır. Mən hərbiçi ailəsində yəni doğuldum deyə bilmirəm. Amma o hiss mənim qanımdan gəldi, bilmirəm. Çox sevirəm. Müəllimə olaraq məktəbimi, yurdumu, torpağımı çox sevirəm. İnşallah ki, ömür boyu burada qalarıq. Bugün Kəlbəcər günüdür. Biz də bu münasibətlə Kəlbəcər rayonu 1 nömrəli tam orta məktəbdəyik. Gördüyünüz bu şagirdlər həm Kəlbəcərin sakinləri, həm də gələcək sahibləridir. Gəlin onların təəssüratını bircə öyrənək. Ebru, Kəlbəcər günü nə deməkdir? İşğaldan azad olmaq deməkdir. Nəyin işğaldan azad olmağı? Kəlbəcərin. Neçə müddətdir burada yaşayırsan? Çox olar ki, 3 ay olar. 3 aydır ki, burada yaşayırsan. Kəlbəcərdə ən çox nə xoşuna gəlir? Ən çox konsertlər xoşuma gəlir. İndi bugün konsert keçirəcək. Çox indi sevinirəm. Burada yaşamağı xoşlayırsan? Bəli, çox. Çünki Kəlbəcərə gəlməmişəm ona görə. Ebru, şeir bilirsən? Bəli. Hansı şeiri? Qatil gülləsinə qurban gedərkən onlar bilirəm. De görək. İnsan olur öz hünəri ilə, millət olur xeyri şəri ilə, torpağın bağrına cəsədləri ilə, azadlıq tumunu çəkdi şəhidlər. Fatih, neçə müddətdir burada yaşayırsan? Təzə çox pişir. Kəlbəcəri sevirsən? Ən çox nə xoşuna gəlir? Televizor. Televizyon. Burada dostların var. Yoxdur dostların. Təzə köçübsən deyə, yəqin ki, birazdan olacaq dostların. Şeir bilirsən? Hansı şeiri bilirsən? Əskər. De görək. Səndən başqa bir kimsə yoxdur, düş yoxdur ki, mən adlar yurdum Azərbaycan, gözləməkdə sənə zaman. Təzdən də olmadı. Hər bir ürəkdən gəlir xəbər, salamətdə. Ay maşallah. Neçə illər yollarını ot bastı, gəlib gedən xəbər bilən olmadı. Yağı düşmən artıq səndə qalmadı, sən indi azadsan vətən. Hal-hazırda 63 şagirdim təhsil alır. Sabah Kəlbəcərə növbəti köç kərvanı gələcək və 30 şagirdimiz də o köçün içərisindədir. Bütün siniflərimiz var. 11 sinif var və məktəbə hazırlıq qrupumuzda fəaliyyət göstərir.